Salam aleykum. Deməli, B əmələ gəlir A, üstə gəl C. Yazıram B, yazıram A, yazıram C. Diqqətlə şəklə baxın. Diqqətlə şəklə baxın. B, fikir verin diqqətlə. Baba B, qara xətti görürsünüz. Əvvəl 8 idi. Yəni birinci taralıq halında 8 idi. Çünki burada 2 dənə taralıq halı var. Bax, 2 dənə sabit xətt var. Birinci taralıq halında B neçə idi? 8 idi. İndi gəlin A'ya baxaq. Baxın diqqətlə A'ya. Baxın. A əvvəl görün harada olub? Ba. 8-də olub. Deməli A da əvvəl 8-də olub. İndi C'yə baxaq. C də budur bax. C də əvvəl neçədə olub? 4-də olub. Yəni biz buradan bunu müəyyən elədik. İndi dəyərli insanlar, burada taralıq sabitini tapmaq lazımdır. Ancaq bunlar moldur. Bunun üçün biz bunu 4-ə bölməliyik. 4-ə. B olur 2. A, yəni 4-ə bölürəm də. 8 idi 4-ə böldüm. A olur 2, C olur 1. Taralıq sabiti bərabər yuxarıda A vur C, yəni 2 vur 1, aşağıda B 2. Neçə elədi? 1 elədi. Mən tapdım ki, taralıq sabiti 1'dir. İndi diqqətlə mənə qulaq asın. Demək, burada biz bunların qarşısına naməlum bir işarə yazırıq. Bax, yəni əmsallarını naməluma vururuq. İndi gəlin birinci A'ya baxın diqqətlə. Bax, fikir verin A'ya. Baxın. A burada değildi. Bax. Bax, diqqətlə məni izləyin. A burada değildi. A sol. İndi A azalıb. Yəni A'nı azaldıblar. Fikir ver. A'nı azaldıblar. Bilmirəm nə qədər. Tutaq ki, yazıram məsəl üçün D azaldıblar. Bax, yazıram. Bax, azalıb. Bunu yaddan çıxartma. Təzədən isə artıb. Artanda əmsalı qədər. Yəni azaldırsan, təzədən geri qayıdır, əmsalı qədər artır. Yəni plus n artı. Bunda bunun yanındakı da bununla bir yerdə yaşayan sağdakı C də artdığı, yəni artdığına görə bu da əmsalı qədər artır. Solda duran, sağda duranlar artdığına görə solda duran neyinir? Azalır. Yəni adi taralıq qaydasıdır da. Aydındır yoxsa yox? Və mən fikir verirəm ki, C 4 plus n gəlib 5'də dayanıbdır. Niyə C'yə baxdım? Çünki B gəlib harada dayanıb bilmirəm. A'nın da dayandığı nöqtə məlum deyil, X-dir. Çünki C bax, C 5'də dayanıbdır. Yəni 4'ün üstünə n gəlib 5 alınıb, n bərabərdir 1'ə. Deməli, n nəyə bərabərdir? N bərabərdir 1. İndi harada n gördün 1 yaz. Bax, buradan n'i pozursan 1 yazırsan, bu eləyir 7. Burada n'in yerine 1 yazanda, baxın, B oldu 7. A oldu 9 çıx D. Çünki 8'dən 1 toplandı axı. C də oldu 5. Ancaq bunlar moldur. Molla taralıq sabitinə getmək olmaz. Həcmə bölmək lazımdır. 7'ni 4'ə böləndə 7 böl 4 eləyir 1,75. 9 minus 4'ü 9 minus D'ni 4'ə böləndə bu eləyir 2 tam %25 çıx 0 tam %25. Yəni D, balaca D. De burada böyük deyil, balaca D. 5'i 4'ə böləndə 5 böl 4. Bu da 1 tam 25 il. Vəssalam, taralıq sabiti 1 bərabərdir. Surətdə A vur C. Yəni 2 tam %25 çıx 0 tam %25 D vurulsun 1 tam 25. Məxrəcdə B 1 tam 75. 1 tam 75'dən 1 tam 25 ixtisar gedir. Burada qalır 1 tam onda 4. Buradan 2 tam %25 çıx 0 tam %25 D bərabərdir 1 tam onda 4. 2 tam 25'dən 1 tam onda 4'ü çıxıb 0,25'ə böləndə D bərabərdir 3 tam onda 4. Fikir verin.
E'ni də tapdım, D'ni də tapdım. Pozaq qalanları diqqətlə mənə qulaq asın. Mənə deyir X-i tap. Nə deməkdir X? A-nın son rəqəm bax. A azaldı. Neçə gəlmişdi bilmirəm. Fikir ver, azaldı. Bax D azalıb bax. Yəni 8 idi. D azalıb. Yəni 3,4 azalıb. 1 artıb. Yəni 8-dən 3,4 çıxıb. Üstünə 1 gələndə gəlib 5,6-da dayanıb. B bəndi olacaqdı cavab.